Herkese salam. Gəlin hədəf kurslarının buraxılış imtahanı 4-11-ci sinif ingilis dili sualların izahına baxaq. Elə dinləməklə başlayaq. Research shows that people sleep in different ways, but experts say that people mostly sleep on their side, back, or stomach. Sleep position feels personal, but it can have an impact on health. Some old ideas link sleep position to personality, but experts don't believe this. Modern research shows that sleep position can change how the body feels in the morning. Sleeping on the stomach is not popular and often causes neck or back pain. Sleeping on the back can help with lower back pain, but it can also cause snoring and breathing trouble. For this reason, some people shouldn't sleep on their backs. Many doctors recommend sleeping on the side. It helps the back stay straight and can reduce heartburn. The left or right side may help with different health problems. People move a lot during sleep, and this movement helps the body feel better. Deməli, listening cavablarını gəlin izah edeyim. Burada yatmaq pozisiyalarının müxtəlifliyinin sağlamlığa olan təsirindən danışıldı. Bir də olacaq C. 2-də də yenə C variantı düzdür. Çünki sağlamlığa təsiri var yatmaq növlərinin. A-da eyni yol deyil, müxtəlif yollarla insanlar yatır. Elə different sözü olacaq. V sözünün sifəti. Daha sonra B səhvdir. Çünki deyir, ekspertlər deyir ki, insanlar heç vaxt kürəyi üstə yatmır. C-də müasir yox, old ideyası, köhnə ideal yatmaq tərzini insanın şəxsiyyəti ilə əlaqələndirir. Bir də mədən üstə yatmaq deyil, məşhurdur, məşhur deyil və düz yatmağa nə kömək edir? Bu da daha doğrusu nə düz yatmağa kömək edir? Beli düz saxlamağa, yanı üstə yatmaq. Cümləni tamamlayırıq mətndən. The body feels in the morning. Bu da cavab budur. Neck or back pain. Bəli. Boyun və ya bel ağrısına səbəb olur. Yəni listeningə bu cavabları yazmışsınızsa, deməli C. Hardasa 3 dənə qapalı sualın içində də C-dir, bəli. Və digər cavablar da bu şəkildədir. İndi gəlin mətnə baxaq. Şikayət etmək haqqındadır. Complaining is often seen as a negative habit. Deyir, şikayət etmək adətən tez-tez mənfi bir vərdiş kimi görünür. Something people should avoid in order to stay positive. Şikayət etmək pozitiv qalmaq üçün deməli elə bir şeydir ki, insanlar bundan qaçmalıdır. Bəli. However, complaining is not always a sign of weakness or dissatisfaction, yəni məmnuniyyətsizlik. Bununla belə şikayətlənmə həmişə zəiflik və ya məmnuniyyətsizlik işarəsi, nişanəsi deyil. When used wisely, it can become a powerful way to express needs, solve problems and improve situations. Ağılla istifadə olunanda bu güclü bir ehtiyacları ifadə etmək, problemləri həll etmək və situasiyanı inkişaf etdirmək yolu, üsulu ola bilər. What really matters is not the act itself, but the manner in which it's expressed. Deyir, yəni doğrudan da olan hərəkətin özü deyil, orada ifadə olunan tərzdir. Many people complain without thinking. They repeat the same problems, blame others and expect change without taking action. Çox insanlar düşünmədən şikayətlənir. Onlar eyni problemləri təkrar edir, digərlərini günahlandırır və hərəkət olmadan dəyişmə gözləyir. This type of complaining spreads negativity and rarely leads to solutions. Bu növ şikayətlənmə negativlik yayır və nadirən problemlərə yol açır, nadirən həll yollarına yol açır. Instead of helping, it damages relationships and creates tension. Bu münasibətləri kömək etmə əvəzinə dağıdır və ya gərginlik yaradır. Constant dissatisfaction can also make a person appear ungrateful or pessimistic. Daimi məmnuniyyətsizlik də bir insanı şükür etməyən, minnətdar olmayan və ya pessimist kimi görünməsini
göründü. Yəni görünməsinə səbəb oldu da belə deyək, göstərir o insanı, elə göstərir. On the other hand, constructive complaining can be useful in daily life. Digər tərəfdən yaradıcı şikayətlənmə gündəlik həyatda faydalı ola bilər. When someone calmly explains an issue, gives reasons and suggests improvements, complaining turns into communication. Kimsə sakit bir şəkildə problemi izah edəndə, səbəblər verəndə, izah etsə, versə, yəni inkişaf təklif etsə, şikayətlənmə turn into çevrilməkdir, ünsiyyətə çevrilir. For example, expressing concerns at work or school can lead to better conditions and mutual understanding. Mutual understanding qarşılıqlı anlaşma deməkdir. İşdə məktəbdə problemlərini demək qarşılıqlı anlaşmaya və daha yaxşı şəraitlərə yol aça bilər. In this case, complaining isn't about anger, but about responsibility. Bu şərtlə şikayətlənmə qəzəb haqqında deyil, məsuliyyət haqqındadır. Being good at complaining means knowing when to speak, what to say and how to say it. Deməli deyir ki, şikayətlənmənin yaxşı olması nə vaxt danışmağı, nə deməyi və necə deməyi bilmək deməkdir. It requires emotional intelligence, respect and clarity. Bu, emosional zəka, hörmət və aydınlıq, aşkarlıq tələb edir. A person who complains effectively focuses on solutions rather than problems. Təsirli şikayətlənən insan problemlərdən daha çox həll yollarına fokuslanır. Such complaints encourage change instead of conflict. Belə şikayətlər konflikt, ziddiyyət əvəzinə dəyişimi cəsarətləndirir. In conclusion, complaining itself is neither good or bad. Nəticədə şikayətlənmənin özü nə yaxşıdır, nə pisdir. Its value depends on attitude and purpose. Bunun dəyəri münasibət və ya məqsəddən asılıdır. If we learn to complain in a thoughtful and respectful way, it can become a tool for growth rather than a source of negativity. Əgər biz düşüncəli və hörmətli şəkildə şikayətlənməyi öyrənsək, bu negativlik mənbəsindən daha çox böyümə üçün bir alət ola bilər. Kifayət qədər də məncə öyrədici mətn idi. Elə tərcümə etməyə ehtiyac var idi. Mətn nə haqqındaydı? İşdəki problemləri vecinə almamaq. Xeyr. Gündəlik həyatda şikayətlənmənin yolu, daimi şikayətlər, şikayətlənmə həmişə konflikt yaradır. Xeyr. Qeyri-vacib şikayətlənmənin nəticələri, xeyr. Şikayətlənmə daimi şikayətlənmələr xeyr. Əlbəttə ki, mətin gündəlik həyatda şikayətlənmənin rolundan asılı idi. Onun hər iki tərəfini bizə göstərirdi. Bəli. Çünki daimi şikayətlərdən də danışdı, amma tam bütün mətn ondan deyildi ki. Şikayətlənmə həmişə konflikt yaradır. Bu cümlə onsuz da səhvdir. Deyir axı, bəzən sən işdə və ya məktəbdə problemli şikayət formasında deyilsənsə, daha yaxşı nəticəyə yol aça bilər. 38-də düzgün variantı istəyir. Complaining is always harmful and causes problems. Şikayətlənmə həmişə zərərlidir və problemlərə yol açır. Həmişə sözü yanlışdır, buna görə A-nı götürməyəcəyik. The way that a complaint is expressed is more important than the complaint itself. Bəli, şikayəti ifadə etmə yolu onun özündən daha vacibdir. Elə olacaq B variantı. Complaints based on anger, deməli, are more effective than the calm ones. Deyir, qəzəbə əsaslanmış, qəzəb əsasındakı şikayətlər sakit olanlardan daha təsirlidir. Əksinə, sakit olan daha təsirlidir ki, şikayətlənəndə belə nə vaxt danışmağı, nə danışmağı və necə danışmağı bilirsən. Thoughtless complaints never create tension and conflict. Thoughtless düşüncəsizcə deməkdir. Düşüncəsiz, düşünülməmiş şikayətlər heç vaxt gərginlik və ziddiyyət yaratmır. Əksinə yaradır. Complaining has the same effect regardless of the way it's done. Edilmə yoluna görə, edilmə tərzinə baxmayaraq, həmişə eyni təsir olur şikayətlənmənin. Xeyr, düzgün şikayətlənirsənsə, səni uğura aparır. Boş yerə şikayətlənirsənsə, səni geriyə çəkir. Doğru cavab olacaq B variantı. Şikayətin özündən çox şikayətin ifadə olunma yolu daha vacibdir. Mətnə görə suala cavab veririk. Şikayətlər necə faydalı ola bilər? By blaming others for every mistake, hər səhv üçün başqasını günahlandırmaqla. Bu sadəcə bizim özümüzə zərər verəcək, heç bir faydası yoxdur.
Problemi qəzəblə ifadə etməklə xeyr. Problemləri bölüşməklə və inkişaf üçün həll yolları təklif etməklə, əlbəttə ki, eləcəkdə. Eyni problemləri sonsuz, yəni davamlı, təkrarlamaqla. Xeyr. By ignoring issues and hoping they disappear. Deməli, problemləri görməzdən gəlsiniz və ümid edirsiniz ki, bu keçib gedər. Yəni vecsiz olursunuz. Bu da problemin həlli deyil. Problemin həlli onu bölüşüb normal tərzdə, normal tonda bir üsul fikirləşib tapmaqdır. Nə boş vermək deyil, nə çox düşünüb qəzəblənmək deyil. Səhvi seçirik mətnə görə. Blaming others repeatedly is an effective way to solve issues. Problemləri həll etmək üçün daimi, təkrarən başqalarını günahlandırmaq təsirli yoldur. Elə A variantı səhvdir. Complaints based on anger don't improve relationships. Qəzəb əsasında olan şikayətlər münasibətləri inkişaf etdirmir. B tamamilə doğrudur. Complaining without thought doesn't solve problems. Düşünmədən edilən şikayətlər problemi həll etmir, doğrudur. Complaining is constructive when a person expresses the problem clearly. İnsan aydın, açıq-aşkar problemi ifadə edərkən şikayətlənmə konstruktiv, yəni yaradıcıdır, doğrudur. Şikayət etməkdə bacarıqlı olmaq deməli, danışmadan əvvəl düşünmək deməkdir. Bəli, düşünürsən ki, bunu necə deyim mən? Ondan sonra şikayət edirsən, düşünərək. A səhv oldu, qalan düzdür. 4-cü paragrafdan, yəni 4-cü abzasdan close meaning, sinonim tapmağımız istəyir. Inspire deməli, ruhlandırmaq deməkdir. 4-də gəlin bax, encourage olacaq. Cəsarətləndirmək, ruhlandırmaq. When complaining is used wisely, deməli, ağılla istifadə olunanda şikayətlənmə. Gəlin birinci həmin cümləni tapaq. Burada nə deyildi? Həmin cümləni bir dənə tapmağa çalışıram. O cümləni bir dənə tapaq. Var idi, indicə var idi, amma axtaranda heç vaxt tapmaq olmur. Deməli, bir dənə mən bunu silim. Bəlkə onda görə bilərəm. Deməli, gəlin bir dənə baxaq. When it used var idi burada. Hə, tapdım. Tapdım. It can become a powerful way to express needs, solve problems and improve situations. Deməli, powerful yenə strong yaza bilərik. It can be strong. It can be a strong way. Deməli, bir dəqiqə. It can be a strong way to express needs. To express needs. Daha sonra solve problems, figure out da yaza bilərsiniz siz. Figure out. Problem yerinə issues da yaza bilərsiniz. And develop, improve yerinə develop. Develop nə yaza bilərik? Situations, bəli. 4-5 sözü hardasa dəyişdim. Deməli, figure out, həll etmək, solve. Strong, powerful, güclü. Issue, problem. Develop, improve, inkişaf etdirmək. To harm or spoil something, nəysə dağıtmaq, zərər vermək. Paragraf 2-dən, yəni abzas 2-dən istəyir. Qabağında turbası biz feil yazmalıyıq. Mütləq, burada məncə damage var idi, bəli. Olacaq burada deməli to damage. To'sunu yazmağı unutmayın, çünki bəzi sözlər həm isim, həm feildir. To qoyanda o artıq feildir. Bizə də to varsa feil istəyir. Deməli, ən az 3 söz yazın, cümlə yazın. What will be the result of complaint without thinking? Əlbəttə ki, düşünmədən, yəni artıq mətndə də var idi deməli. Düşünmədən şikayətlənmənin nəticəsi nə ola bilər? Gəlin deməli bunu yazaq. Öz fikrinizdən yazmalısınız. Belə yaza bilərik. I think that complaints have both negative and
Positive sides, yəni ya da effects yaza bilərsiniz. Yəni həm müsbət, həm negativ tərəfləri var. If we complain without thinking, it can be ya da it can have disappointed results. Yəni məyus edici nəticələr ola bilər. Misal üçün, we can make someone upset. Or angry. Kimisə əsəbləşdirə bilərik, üzə bilərik. It can lead to harm conversations between people. To my mind, yəni mən düşünürəm ki, şikayətlərin həm müsbət, həm negativ tərəfi var. Əgər düşünmədən şikayətləndirsə, bunun məyus edici nəticələri ola bilər. Biz kimisə üzə bilərik, əsəbləşdirə bilərik. Bu da münasibətlərin zərər görməsinə, zədə almasına yol aça bilər. İnsanlar arasında söhbətlərdə deməli. To my mind, we should think. Deməli, think before complaints. Yəni düşünməliyik. Bəli. Yəni nə nəticəsi ola bilər? Əlbəttə ki, dediyimiz kimi məyus edici nəticələr ola bilər. Kimisə üzə bilərik. Münasibətləri korlaya bilər, insanlar arasında söhbətlərə zərər verə bilər. Bu qədər yaza bilərsiniz. Amma çalışın daha çox fikirlərinizi ifadə edin. Çünki artıq bilirik ki, model dəyişdi və 100 sözlük esse tələb oldu. Gəlin indi 45-ə baxaq. What is this machine used? Deməli, düzgün bizdən söz önünü istəyir. I live, deməli, work at 8 every morning. Deməli, gəlin deməli baxaq. Biz boş qoya bilmərik. Yəni, it's possible me deyə bilmərik. From-dan dən olacaq, olmaz. With ilə lalədir, olmaz. Yəni bir orada əlaqə, birləşdirmə hissəsi olmalıdır ki, biz deyək də. Misal üçün, I go to school with my friend. Lakin burada possible with-lə ya da I live with-lə uyğun gəlmir. Çünki work, yəni bir əlaqə olan isim deyil. Məsələn, I live with work. Mən işlə tərk edirəm. Yox. I leave for work at 8 every morning. Leave for, yəni getmək. Mən işə gedirəm hər səhər saat 8-də. It's possible for me to win the match. Yarışı qazanmaq mənim üçün mümkündür. What is this machine used for? Bu maşın, yəni bu alət nə üçün istifadə olunur? What olan yerdə biz cümlənin sonuna sözünü qoyuruq. For da elə what-la işlənir. Bəli. Tərcümələrlə və əzbər qayda ilə sözünü tapırıq. İndi isə baxırıq ki, 46-da deməli nisbə vəzifələrdir. Nöqtələrdən sonra bizim xəbərimiz var. Əgər mübtəda olsaydı, biz ona boş qoya bilərdik. Amma onsuz da variantında yoxdur. Yenə də xatırlatmaq üçün deyirəm ki, mübtəda yoxdursa, biz nöqtədə boş qoya bilmərik. Deməli, teacher canlıdır. What qoya bilmərik. What isimdən sonra gəlmir. Whose qoya bilmərik. Whose'un hər iki tərəfi isim olmalıdır. Xəbər varsa, mübtəda yoxdursa, whom qoya bilmərik. Ya who ya that olacaq. Gəlin digər tərəfə baxaq. The teacher who or that explained the topic clearly praised the student whose answer was excellent. İki isim arasında. Whose. Çünki which də canlı ilə istifadə olunmur. Deməli, mövzunu kim ki, yəni müəllim mövzunu aydın izah etdi və sualına düzgün, daha doğrusu bir dəqiqə. The teacher who explained the topic clearly praised the student whose answer was excellent. Mövzunu aydın izah edən müəllim deməli, sualına student whose answer cavabı əla olan şagirdi deməli təriflədi. Yəni hansı şagirdi? Cavabı əla olan şagirdi.
Student whose answer was excellent. Burada şagirdin cavabıdır və iki isim arasında studentdə isimdir, answer də isimdir, whose gəlibdir. Özündən sonra xəbər gələni isə who'dur. Who 90% özündən sonra xəbər tələb edir. Lakin biz who'dan sonra əgər who mübtəda yox, tamamlıq funksiyasında çıxış edərsə, mübtəda xəbər də qoya bilərdik. Yəni burada variantlara çıxdıqda qalır bizim cavabımız A variantı. İndi baxırıq deməli 47-yə. Və bu uzlaşma sualıdır. Mübtəda xəbər uzlaşması. Not only but also. Not only but also nəinki həmçinin deməkdir. Təkcə o yox, həmçinin o. But also, not only but also bağlayıcıdır. İnkar cümlə yaratmır. Bağlayıcıdır. Və xəbərə ən yaxın duran isimlə, yəni xəbərə ən yaxın duran mübtəda ilə xəbər uzlaşır. Practicing təkdədirsə A yox, is olmalı idi. A variantını çıxıram. Both and mübtəda xəbər cəm. Is yox, A olmalı idi. Çıxıram. Neither of the options. Neither of'un mübtədası cəm, xəbəri tək. Çünki ikisindən heç biri deməkdir. Biz of'dan sonra cəm qoymalıyıq ki, biz cəmliyi olsun ki, onun içindən seçək. O cəmliyində sayı 2-dir. Neither of 2-dir. Yəni iki seçimdən heç biri bizim layihəmiz üçün uyğun deyil. Xəbərimiz təkdir. Either or'un xəbəri yenə not only but also bağlayıcısına oxşar bir şəkildə xəbər özünə ən yaxın duran mübtəda ilə uzlaşır. Both təkdə delivers olmalı idi indiki sadə zamanda. D yanlışdır. Spending time with friends çox düşür sınaqlarda. Söz önlü tərkibli olan mübtədalarda biz söz öndən əvvələ baxmalıyıq. Burada friends sözü bizi çaşdırmamalıdır ki, cəmdədir ar yazmalıyıq. Xeyr, spending time, yəni dostlarla vaxt keçirmək məsəl tərkibidir. Söz önlü hissədir. Təkdə olduğu üçün is olmalıdır. Doğru cavabımız deməli qaldı C. Neither of mübtəda cəm, xəbər tək. İndi isə 48-ə bağlayıcı, yəni conjunction sualıdır. Baxın, nobody could finish it on time. On time vaxtındadır. Heç kim vaxtında neticə bilmədi. Deməli, baxırıq ki, complicated mürəkkəb deməkdir. Yəni, çalışma mürəkkəb idi ki, o qədər mürəkkəb idi ki, heç kim tamamlaya bilmədi. Burada bir nəticə əlaqəsi var. Çalışma mürəkkəbi idi deyə, nəticədə heç kim tamamlaya bilmədi. O da deməli olacaq so that, yəni A variantında. B-ni qoysaq, whether or, ya da olmaz. Not only but also, çalışma nəinki mürəkkəb idi, həmçinin heç kim tamamlaya bilmədi, olmaz. Suchdan sonra isim gəlməlidir, such that olmaz. So that burada ilə işlənibdir və nəticə bu da cümləsidir. Yəni çalışma o qədər çətin idi ki, nəticədə heç kim həll edə bilmədi vaxtında, tamamlaya bilmədi. Həm də sodan sonra sifət gəlibdir. Either or da uyğun gəlmir. Çünki either or bizə seçim verməlidir. Ya o, ya bu. Amma burada cümlədə həmin əlaqə yoxdur. Deməli, baxırıq ki, düzgün sözü seçməliyik. Tərcümə sualıdır. Because of ucbatından deməkdir, səbəbi ilə. Sağlamlıq səbəbləri ucbatından, sağlamlıq səbəblərinə görə she decided to retire early. O erkən təqaüdə çıxdı. Remind xatırlatmaq, revise təkrar etmək, refuse rədd etmək, reject rədd etmək deməkdir. Bir də əgər 5 variantdan qapalı suallarda ikisində sinonim görürsünüz, deməli hər ikisi səhvdir. 50-yə baxırıq. Deməli 50-də yenə bağlayıcı sualıdır. Biz bilməliyik ki, hansı bağlayıcılardan sonra mübtəda xəbər, hansı bağlayıcılardan sonra söz və ya söz birləşməsi gələ bilər. She miss mübtəda xəbərdir. Because of-dan sonra gəlməlidir söz birləşməsi. In spite of-dan sonra gəlməlidir söz birləşməsi. Həmçinin in spite of elə C-də də var deyə çıxıram. Çünki ikisi eynidir də, yəni biri olmasa digəri də olmaz. Və despite da söz birləşməsi səbəb etdiyi üçün çıxıram. Since burada çünki mənasındadır, yəni because mənasındadır. Because da özündən sonra mübtəda xəbər, yəni cümlə istəyir. Since she missed the first lecture and the notes were unavailable, she asked a classmate for help. Çünki o birinci mühazizəni buraxdı və qeydlər əlçatan deyildi. O, kömək üçün sinif yoldaşından soruşdu. Mübtəda xəbər özündən sonra gələn sadəcə sincedir. Deməli, baxırıq ki, burada bizdə to və ing olan feillərdir. Decidedən sonra biz to yazmalıyıq. Decided to ilə işlənir. Digər tərəfdən gave up. Gave up vaz keçməkdir. Deməli, əgər biz burada to yazsaq, bu deməkdir ki, burada məqsəd var. Yəni, o siqaret çəkmək məqsədinə, məsələn, o siqaret çəkmək məqsədilə haradasa dayandı. Deyək ki, gəlin yazaq da, məsələn, she ya da he yazaq, yəni oğlan yazaq buna.
He stopped deməli to smoke. O siqaret çəkmək üçün dayandı. Yəni dayandı ki, məqsədə siqaret çəkmədi, siqaret çəksin. Bir də var ki, o siqaret çəkməyi dayandırdı. Bu da give up, stopla sinonimdir. Yəni vaz keçdi ondan, ona əl çəkdi. Prosesi dayandırdı. Stop to məqsəddir. Stop ing prosesi dayandırmaqdır. Yəni elə bir stop to-da sən bunu hələ eləyirsən, amma stop ing də əksidir, eləmirsən. Bu da olacaq A variantı. He gave up smoking. Yəni siqaret çəkməkdən əl çəkdi, vaz keçdi, dayandırdı. But he decided to exercise regularly. Lakin o qaydalı deməli məşq etməyə qərarı aldı. Əslində burada but yox, and olardı. Siqaret çəkməyə dayandırdı və qaydalı məşq etməyə qərarı aldı. He gave up, but he decided to exercise regularly. Yəni he gave up to smoke olmaz çünki. Give up vaz keçməkdir, buraxmaqdır, əl çəkməkdir. O siqaret çəkmək üçünmü buraxdı? Olmaz. Siqaret çəkməyə dayandırdı, smokingdir. Bəli, burada isə bir uyğunsuzluq var. But yerinə and daha yaxşı olardı. Siqaret çəkməyə dayandırdı, yəni əl çəkdi ondan və qaydalı məşq etməyə qərarı aldı olmalıydı. Eybi yoxdur. Gəlin baxaq 52-yə. She was talking on the phone, driving. Deməli, baxaq. Also'dan zordan sonra mübtədədə xəbər gəlməlidir. Baxın, mübtədədə üstəgələk xəbər. Even zordan sonra da həmçinin, because'dan sonra da həmçinin. Yəni, mübtədədə xəbər gəlməlidir. While isə proses vaxtı istifadə olur. Elə hər ikisi də deməli ikinci tərəfdə cümləni qısaldıblar da, hər ikisi keçmiş davam edici zamandır. Past continuous'dur. She was talking on the phone while driving. O maşın sürərkən telefonla danışırdı. Hər ikisi eyni anda idarə edirdi. Çünki bu sözdür sadəcə, tək sözdür. Biz digərlərindən sonra mütləq mübtəda qoymalıyıq. Yəni hərəkəti icra edən. Məsələn, she-ni orada qoysaydıq ola bilərdi bəlkə. Həm də sinonimlərdir deyə A və C onsuz da səhvdir. Because-la even zorda mübtədə xəbər istəyir deyə özündən sonra səhvdir. Şərif expected the students. Demək, expect-dən sonra biz to-lu feil yazmalıyıq. Ya A-dır, ya C-dir bizim variantımız. Mürəkkəb tamamlıqdır. Feil, tamamlıq və daha sonra da feilin ya özü, ya ing, ya to ilə işləyən forması. Şərif expected the students to finish their homework. Şərif tələbələrin ev tapşırığını tamamlamasını gözlədi. And let the monitors check their answers. Let isə özündən sonra to-suz feil istəyir. Bəli, let və make to-suz feil istəyir. Üstə deməli, feilin özü. Yəni, to-suz feil. Elə A variantı oldu. 54 ilə davam edirik. Deyə düzgün variantı seçin. Had beta'nın inkarı had beta notla düzəlir və to-suz feil. Doğrudur. Needn't varsa, needin inkarı özü ilə düzəlibsə, deməli modal feildir. Need modal feil kimi to istəmir. Səhv. Have not to deyə quruluş yoxdur. Didn't have, don't have to olmalıydı. Keçmişdə didn't have to. Would razıdan sonra to gəlmir. Yəni bizim cavabımız qaldı. I need save more money. Needdən sonra da to-suz feil, yəni modal feil deməkdir. 1 və 5B olacaq. Everybody burst into applause after the performance. Burst into applause, yəni alqışladı. Hamı deyir, çıxışdan sonra, tamaşadan sonra alqışladı. Cümləmiz təsdiqdədirsə təsdiq olmalıdır, inkardadirsə inkar olmalıdır. Təsdiqdədir deyə B-ni çıxaq, nazirəni çıxaq. Burst var burada, deməli. Cümləmiz bizim. Deməli, baxaq ki, keçmiş zamandadır. Bəli, keçmiş zamandadır. Does indiki zamandır. Was da olmaz. Çünki was özü was olsaydı, yəni to be feili olsaydı, biz was'u yazardıq. İstənilən feillərin indiki zamanda, deməli, sualı do, does-la düzəlir. Üçüncü şəxsdəkində does. Bu da keçmişdə də olsuz da. Yenə bunu biz sualın dillə düzəltdiyimiz üçün qısa cavablarda da təsdiqdə so, did, daha sonra mübtədanı yazılır. Yəni E variantı olur. Was sadəcə to be elə was olanda düzəlir. Başqa feilinkini was düzəltmir. Was öz feilindən düzəlir. Gəlin indi baxaq. Biz burada since görürük. Since uzlaşmanın pozulduğu bağlayıcıdır. Since-dən əvvələ indiki bitmiş, since-dən sonraya keçmiş sadə yazırıq. Cavidan has been more confident since he started attending the leadership workshop. Deməli, liderlik emalatxanasına daxil olandan bəri Cavidan daha özgüvənli olub. Since-dən əvvəl
indiki bitmiş, sinsidən sonra keçmiş sadə. 57-də biz deməli cümlə qurmalıyıq. Asan cümlədir. Elə baxın, böyük hərflə yazılmandan görünür ki, birinci sözümüz, yəni zesan olacaq. Buna görə ya A-dır, ya B-dir. Və biz ingilis dilində nəqli cümlə quranda swapped qaydasını əməl edirik. Subject, verb, object, place and time adverb. Yəni mübtəda, xəbər, tamamlıq, yer zərfi və zaman zərfi. Zesan deməli protect, əslində protects olmalıydı. Burada da nəsə səhvliklər çoxdur. Zesan protects yourself from race. Bir dənə baxaq ki, düzmə alındı bu cümlə. The sun rays protect. Üzüldü sayım. Amma bir dəqiqə. The sun rays protect yourself. Protect from yourself. Yəni cümlə 2 ilə başlamalıdır. Orası dəqiqdir. Protect ilə başlamaz. Yourself ilə də başlamaz. Rays ilə də başlamaz. The sun rays yəqin ki belə verməlidir. Hə, mən səhv saldım. The sun rays protect from yourself. Protect from yourself. Çünki xəbərimiz yoxsa təkdə olardı. Yəqin ki biz səhv etmiş olmazlar. Yəni günəş şəfəqləri. The sun rays protect. Bəli, mübtəda cəmdədir, xəbər də cəmdə. I woke up late. Deməli, biz bilirik ki, günün hissələrindən inişlənir. In the morning, in the afternoon, in the evening. Lakin qarşısında həftənin günü varsa, artıq gün gördüksə 10 olacaq. I woke up late on Monday morning and I was late for the work. Late for gecikməkdir. Saatın da qabağında işlənir. Mən bazar ertəsi səhəri gecə yuxudan oyandım. Mən işə gecikdim. Mən 8-də çatdım. Sinonim yaxın mənalılardır. Alter, change, dəyişmək. Betray, xəyanət etmək kiməsə. Believe, inanmaq olmaz. Reduce, azaltmaq, improve, artırmaq. 3. Bir dəqiqə. 3 antonimdir. 4. Deny, reject. Deməli, rədd etmək hər ikisi. Establish, found əsasını qoymaq. Sinonim istirdə. 1, 4, 5 A variantı. Baxırıq ki, doesdır. Doesdırsa da, does feillərin, yəni to be-nin yox, have has-in yox. Deməli, have has-in sahib olmaq mənasında düzəldir. Misal üçün, have got, has got-u düzəltmir. Ya da modal feil kimi düzəldir. Amma belə deyim, bitmiş zamanında düzəltmir. Yəni, have has-in sahib olmaq, malik olmaq mənasında. Məsələn, I have a car. Onun salduğundan düzəldir axı. Bir də have has-i deməli have to has to daha doğrusu modal feil kimi olanda da azdan düzəldirik. İndi baxaq bu bitmişdir. Bitmiş olanda özünlə verməliydi. Yəni burada has olmalıydı. Və bu inkardadır deyə nazə. Biz də burada inkar yazmalıyıq. Baxın have to'dur. Bu da deməli does'dan düzəlir. Okay, bunu saxlayaq. Deməli the teacher made. Made keçmişdədir. Does indiki zamandadır. Eyni zamanda olmalıdır. After completing the course, we will be able to speak fluent French. Cümlə təsdiqdədir. Kursu tamamlayandan sonra biz axıcı fransızca danışacağıq. İnkardadır. Biz cümləni inkarda tapmalıyıq. İndiki zamanda tapmalıyıq. Sualı da does'la olmalıdır. Yəni demək istədiyim odur ki, have has-in sahib olmaq, malik olmaq mənasından modal feil kimi have to has to-nun sualı does'la do-la düzəlir. Amma bitmiş zamanlarla have got, has got-un ki, have has-la düzəlir. A bitmişdi deyə çıxdıq. C-də zamana görə, D-də təsdiqdə olduğuna görə çıxdıq. E-də isə let var. Let'in hər üç forması ilə letdir. Let qaydasız feildir, irregular verbdir. Əgər bu indiki zamanda olsaydı, üçüncü şəxsin təkidir. Bunun sonunda isə var. Deməli, bu keçmişdədir. Bizə indiki lazımdır. O da elə qaldı B variantında. Yəni, sənin deyir, hardly demək olar ki, yox deməkdir. Hard olan cümlədə not yazmırıq. Onun sözü inkardır. Sən imtahan haqqında narahat olmamalısan. Neither does Cavidan. Yəni, Cavidan da narahat olmamalıdır. Bunun da sualı olacaq do does'la. Cavidan da üçüncü şəxsdəki nədir? Does'la yazmışıq. Deməli, bütün tam şəkildə, aydın, geniş şəkildə qeydlərlə izah etdim. Videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Daha çox videolar üçün
Məni izləməyə davam edin. Növbəti videoda görüşənədək və məni izləyən hər bir kəsə təşəkkür edirəm. Sağ olun.